Videodan daha salam dostlar. Bugün Age of History 3'də Azərbaycanla Dünya Fethi serimizdəki ikinci bölümü atırıq. Yadınızdasa keçən bölümdə Ermənistan, Gürcüstan, Güney Osetiya və Abxaziya dövlətlərini öz ərazimizə qatmışdıq. İndi isə Qazaxıstan, Özbəkistan və Türkmənistan türk dövlətlərini özümüzə qatacağıq. Burada Çin dağılır ki dostlar. Nepal Çin'i dağıdıbdı. Nepal dağıdıb Çin'i. Biz yalnızca keçən İranla ittifaq olmuşduq. Biz indi Askeri Akademimizi, başkentimizi yüksəldək. Tez bir 600 paramız yığışsın. 600 paramız yığışsın və başkentimizi yüksəldək. 8-ci səviyyəyə kaldırdık. İndi biz Türkmenistana bir de ilişkilerimize bakır. İlişkilerimiz necədir? İran'dan ilişkilerimiz düşür. İlişkiler geliştiririk. Rusya ile 90'da bunlar. Sonra Türkiye bizi rakiplərə eklədiyinə görə. Baxın dostlar, rakiplərə Sizə rakip seçək. Türkiye, Güney Afrika Cumhuriyeti. İndi gəldik bura Türkmenistan dövlətinə. Türkmenistanın Özbəkistanla ateşkəsi var. Çox asad bir rəqib olacaq. Hakaret edirik. Hakaret et. İran'da savaşa çağırdıq. Savaşımızı ilan etdik. Bunu yapay zekaya bırakırıq. 66 qalıq ordumuz Türkmenistanın ordularını, Türkmen ve Özbek ordularını məğlub eləyib. %100 oldu. 78'di. Bu rəng eləcəyəm. Oyda. Bir dənə yerlər qalır. İndi Türkmenistanın bütün torpaqlarını ala bilmirik. Bir dənə yeri qalır. Türkmenabad paytaxtları qalır bir dənə. Bu da 5.2 puan istəyir. Tarifləri uyguladıq və Türkmenistan torpaqlarını Azərbaycana birləşdirdik. Avantaj puanına biz ekonomikdən aylık gəlirimizi alacağıq. Sonra yurt inşasını tamamlayaq. Askeri Akademi 0'dı. Bunu artır. 5 seviyələdik. Rusya bizden savunma paktı istəyir. Kabul eləyək. Artıq Rusya tərəfinə də qorunacaq. Rusya bizden savunma paktı istədi. Bunu qəbul etdik. Biz indi ekonomik aldığımız Türkmenistan sonra ekonomi fabrikalar tikək. 3 tane afyon tarlası var. Afyon tarlası, 2 tane kömür madeni, bir tane demir madeni, 2 tane pamuk tarlası, bir tane koyun çiftliği, bir tane büyükbaş çiftliği ve bir tane balıkçılık tesisi, 2 tane de tahıl çiftliği. Evet, bu kadar. Şimdi İran'dan bizim ilişkilerimiz niye pozulur? İran'dan ben de Türkmenistan aldıq deyə ilişkilərimiz pozulur. Bunu biraz Alman göndərib biraz yaxşılaşsın. Ordumuzu gətiririk Bakıya. Askeri Akademini gücləndirək. 9 səviyyələdik. Sonraki adamımız olacaq Özbəkistan dövləti olacaq. Özbəkistan. Bunun üçün bir də anaları yüksəldək. İndi yeni ordu oluşdur. 6 eləyək. Buranı 4 eləyək. Buranı 2 eləyək. Buranı 2 eləyək. Buranı 2 eləyək. Buranı 6. Buranı da 4.
19. Niye? Çünkü 5 6 yememiş. Bir ara seçtik Bakı'da ordumuzu oluşturduk. Gözce'yi de orada oluşsun. Bir ara 88 binlik bir orduya sahip olacağıq. 86 binlik. 43 2 yere bölürük ve Sri Lanka bize armağan gönderir. Bura 8'e 5'lik Ağadı Teymur Çillini general olarak atıyırıq. Sonra Askeri Akademini yüzləndirək. Balıklar her yerde. Cidden Almanya'sı. Görək Avrupa'da ne olur? Rusya biraz ilerleyip. Orada ya çok da öyle göze çarpan bir şey olmayıbdı dostlar. Afrika'da yoktu. Ve Amerika bütün Kanada'nı oldu dostlar. Amerika bütün Kanada'nı oldu. Amerika Kanada'nı oldu. Ve dünyada da birinci yediler. Sonra gerek buna görək. Aha, indi avantaj puanımız var. Ondan ekonomi gelirimizi artırırıq. Kanun kilidinden de sürdürülebilir arazi kullanımını reformu mənimseyirik. Danışman yoxmuş. Danışman arasıyırıq. Aylıq mirası artıran danışman. Mevcut medeniyet mirası. Vergi artırdıq. Rakip seçiyoruz özümüze. Ukrayna'yı rakip seçirik. Askeri Akademini maksimum seviyeye çıxartdıq. Və qaldı generaller için Askeri Akademiyi. Onu da maksimuma çıxardıq. 3 sene kaldı. Çıxardacağıq ki inşallah. Mahkemeye de artırmadım. Ayda Özbekistan aldı. Hindistan dostlar çok pis oldu. Hindistan bizden bu dəqiqə çox böyükdür. Dünyada 3-cü yerdədirlər. Hindistan bizim işlerimizi pozdu. Yani onda biz Kazakistan'a hücum edək. Bizim İranla ittifaqımız vaxt bitir. İttifaqımız 2108. 2 il sonra. Oyda biz bunları biraz armağan göndərək. Bunlar işlərimiz açsın. Çünkü bize lazımdır onlar. Armağan gönder. Armağan gönder. Armağan gönder. Hara getdin sən? Armağan gönder. İndi gözləyək. Bitti. İttifak oluşturduk ve qutardı. İndi Qazaxıstan üzerinde hücumumuzu eləyə bilərik. Qazaxıstan savaş ilan etmir. Estonya hara geçsək qabağımıza çıxır. Bu nə deyək? İrəyə də savaşa çağırırıq. Parayı ordu bakımına verdiğimiz pulu artıraq. Aha, orduları bir mağlub eləyirik. Kuşatmanız onu. Yak ve yağmala. Yak ve yağmala. Aha, %100 olub. %100 olub. Tabii ki de bulunacaq. Bunların torpaqları çox dəyərsiz. Allah hamısını alamıyor. Hamısını alamıyor. Maalesef dostlar hamısını alabilmiyoruz. Bu kadar torpaq alabildik. Rusya'nın artık sərhədimiz daha böyükdür. Aha, tarifleri uyguladıq və Azərbaycan dövləti artıq çox böyük bir ölkəyə çevrilmiş oldu. Ana əyalət işi bunları çeviririk. Sonra burada gəlirik generallər üçün Askeri Akademi bir daha max siyah dostlar. 600 olsun desin. Pulumuz 600 olsun. Oldu və hamısını maxladıq. Sonra gəlirik bura ekonomiya, fabrikalar tikək. Fabrika tikək. Sonra görək nələr var fabrikalardan. Mobilya atölyesi var bir dənə.
Aha, İran bizi Kuveyt'ten saldırıya çağırır, gedək. İşlərimiz yaxşılaşsın dostlar. Sonra maden var, bronz madeni bir dənə. Günlük kamp var bir dənə. Sonra ne var? Sonra. Burada çiftlik, hə. Büyükbaş çiftliği. 6 dənə. 10, yox, 7 dənə dostlar. 7 dənə büyükbaş çiftliğimiz var. Balıqçılıq tesisimiz var. Neçə dənə idi? 6 dənə. Bir dənə tahıl çiftliğimiz var və bu qədər bitdi. Bunlar da olandan sonra görək nə olacaq. İndi biz araşdırmamız bizim çox azdır dostlar. Ona görə biz akademi tikək. Bakının yəni öz ərazisi. Hətta çox yerlərə tikərik, amma hələ ki buralara tikək. Ekonomi. Sonra yönetimin biz aylıq mirasımıza atıran çox az gəlir. Yəni müze tikək, müze. Türkiye'nin rekabetimiz bitti. Türkiye'nin rekabetimiz bitti. Avantaj puanı gəlib bizə. Bu avantaj puanına biz ekonomi binalarının maliyyətini azaldan alacağıq. Sonra rakip seçirik özümüzə Romaniyanı və Niderlandı özümüzə rakip seçirik. Sonra görevlər mövcuddur. Bir dənə də görev mövcuddur. Ekonomiyi artırmaq görevi. Danışmanımız yoxmuş. Ekonomik danışman. Buna vergi üretim verimliliğini artıran danışman alacağım. Görev yine var. Tüm danışmanları rehin al. Alıca tamamlayırıq. 2 dənə sadəcə görev var. Bir ittifak kurun. Onları tamamlayırıq. Danışma tamamladık və özümüzə Qazaxıstanı görək. Rəqib seçirik dostlar. Qazaxıstanı özümüzə görək. Bundan sonra Qazaxıstandan sonra biz öncə İrana hücum Türkiye'ye hücum edə bilər. Ya da Türkiye'nin ittifak olup İrana hücum edib Türkiye Avrupa'ya atılacaq dostlar. İrana hücum etsək, o Ərəbistan qismine, Ərəbistan yarımadasına hücum edəcək. Oradan Afrikaya falan. O tərəflərə gedəcəyik. Danışmanımız yine yoxmuş. İdari danışmana vergi verimliliğini artıran Qabil Fuzuligili atadıq. Fuzuligili atadıq və ordularımızı bir dənə biz Bakıya çağıraq dostlar. Ordularımızı Bakıya çağırıb alayları yüksəldək. Alayları yüksəldildi. Biz bir dənə yeni ordu oluşturaq. 4, 2, 2, 2, 6, 4. Bizim 40'lık bir dənə ordu basarıq. 8, 12, 4, 8. Bir əyalət seçək. Bakı ordumuzu oluşturaq. Mədəniyyət mirasında bunlar. Birinci buzlu hissəni tamamlayaq dostlar. Avantaj puanı gəlir. Buna altyapı genişləmə maliyyətini sarsaq. Birləşdirək ordularımızı bölək. Bəli. Burada bunu atırıq və 63. Yəni 126K'lıq bir orduya malik dostlar. 126K. 126K orduya biz İran'ın 70. Biz bu dəqiqə yox, İran ordusu bizdən çoxdur. Qazaxıstanla görək. Şeyimiz bitibmi? Hə, sür bitib. Hakaret et, hakaret et. Savaş ilan et. Bütün orduları məğlub edirik. Paytaxta gəldik, aldıq. 79%, 99%. Ha, indi deyəsəm bütün alabilirik. Yox, Şiradan 5. Bu bizi çox zorluyor dostlar. Bu savaş bizi çox zorladı. Yəni 3-cü savaşımızı eləyəcəyik. Yəni bir dənə Qazaxıstan almaq üçün biz 3 dənə savaş eləmiş olacağıq.
çoxdur yəni. Yine talepleri uygulamaq, barış anlaşmasını imzaladıq. Burada ana eyaleti 732 harcadıq. Səudi Ərəbistanı üzrə rəqib seçirik. Sonra toprağınızı genişləndir. Görev vardı, onu tamamladı ve dünyada 15. sıraya girdik dostlar. İlk 15'e girdik. Sonra buralarda ekonomi binalarını çək. Tekstil fabrikası var. Bir dənə tekstil fabrikası, bir dənə afyon tarlası, 3 dənə kömür madəni, bir dənə dəmir madəni, bir dənə günlük qab, bir dənə günlük qab var, bir dənə pamuk tarlası, 7 dənə 8 dənə koyun çiftliği, 7 dənə büyükbaş çiftliği, 3 dənə də taxıl çiftliğimiz var. Başqa görək nə var? Başqa da yoxdur. Sonra alay yüksəldi. Modern mexanize piyade var. Bura bir dənə general atıyaq. 13'lük. Sonra bir general atadıq. Orada verdiğimiz pulu da azaldıq və ayda 103 dukat vergi alırıq. Dukat gəlir qazanırıq biz. İran bizə armağan göndərib. Tamam, qəbul ediyor və ittifaqlığımız sona erdi. İrandan ittifaq oluştura bilmirik. Biz bunlarla ilişkiyə geçdik. Ama da biləri olmadı böyle. Çünki birinci hədəf, bundan sonraki hədəfimiz ya İran olacaq, ya Türkiyə olacaq. Şöyle hansına geçecek? Navataj puanına biz askeriyeye biraz agresif genişlememize düşürsün. Şimdi ordularımıza gətirək. Bakıya. Altın fazla sonra yatırıb eləyək dostlar. Altınımız ittifak oluştururuq. Hədəfimiz Türkiyə olacaq dostlar. Diğer bölümde Türkiye hücum edip Avrupa'ya doğru çıxacaq. Bir də zordu basaq. Bir də 20 milyon daha basaq dostlar. 6'da 2 2 6 4. Sana da səhv getdi. Yine 6. Bir eresiz Bakı ordumuzu oluşturaq. Bunda gələnlər atıyaq. Zakir Üzeyir geri 15-14 verir. Orduları birleştir ve böl. 73-73. Tabii 146K'lık bir ordumuz var dostlar. Danışmanımız yok. 5 askeri danışman atıyaq. Mevcut medeniyet mirası. Yetersiz biraz. Tamam. Şimdi haracıma biz burada kalalım da Türkmenistan torpağına hücum edəyək. Savaş ya Kazakistan'a ne? Onu bir Kazakistan var. Çünkü bazı devlete göre Kazakistan'la bir de tezden sülh imzalayacağıq. O da bizim için sonra. Ben bu devlet ama burada Ömer Azim'e kalması sevmem. Birinci Murat adam olsun. Savaş İran'a da çağırmayacağım. Özüm tek həll edəcəm. 12 bir ordusu var imiş. 13'e bir de biri. 13. Çok asan həll elədik. Dostlar. Aldı. Türkmenistan dövlətində artıq bütün torpaqlarını aldıq. %100 oldu. Bir yerləri qalmışdı. Savaş tazminatı və pul aldı. Bunlar qəbul elədik. Ana eyaleti aldı. Avantaj para gəlişə və düşürdə bir alacağıq. Türkmenistanın bütün torpaqlarını aldıq. Beləliklə də digərlik bura və bizim pulumuz maksimum seviyor. Buna biz biraz akademi tikək. Çünki akademi tikək bizim mesela baxın biz araşdırma 90 oyda biz 90 texnoloji araşdırırmışıq dostlar. 90 texnoloji araşdırırıq. Bizdə güc hər kəs çox aşağı ölkəmizdə gücüdür. Ona görə biz biraz yönetmə gəldik və biz akademi tikəcəyik. Çoxlu akademi tikəcəyik. Puldan
Bizdə bu torpaqlar çox verimli deyil. Mən bu torpaqlara tikmək istəmirdim. Amma artıq məcbur qalırıq. Torpaqların hamısına tikirik. Tikə bilmirik. Bunlar tikilsin. Sonra gözləyək indi. Dünyada 17-ci yerə düşmüşük. 15-ci idik. Biz rəkibləri əklədi. Qazaxıstanla bizim sülh müqaviləmiz sabah bitəcək. 2149'da 4 ilimiz kalmış. 4 il. Türkiye bize Alman gönderdi. Ne bunlarla de 12'de 4 sene tamamladık. Miras dünyada Polonya çok büyüyor. Polonya'yı geçenci yerde Polonya 4. yerde. Oy. Ama Polonya'ya karşı koalisyon açıkları sen yok. Almanya ve İsveç Polonya'nın mağlup edecekler. Geldi. 3 yıl sonra Kazakhstan'la olan sürümlerimiz biter. Biz inleyek. İndireyek. Biz biraz şey yapsak. Aylık miras. Mirasımızı artıralım. Darılardan bir rekabetimiz bitti. Niderlandı rakip eşleyirik. İsveç özümüzə rakip eşleyirik. Yani kanun açılıb 2 dənə. Rusya'da bir tane ekonomik yatırımlar elədik. Burada dijital para ekonomisi açıldı. Kanunu. Burada da dijital kapsayıcı eğitim. Aha. Rekabetin sonu deyir, amma mən yine Niderlandca özümə təzən rakip ekləyirəm. Necə reis işləməmiz oluyor. Altın, az. Aha, Polonya'nı dağıttılar dostlar. Polonya dağıldı. Papadı bir dövlete çevirdi. Rusya'nın burada ne toprağı var ha? Rusya Litvanya koyuyor. Çok qəribədir. İndi gəldik Qazaxstana. Savaşımızı İran eləyər. İranı çağırmırıq. Çünki biz təşəllü eləyəcəyimiz bir ordu. 20 minlik bir ordusu vardı. Bu ordularda da o belədik. İndi olurdu. %100 oldu ve bütün ərazisini ala biləcəyik. Aldıq. Da puanımızda Qaroxana biraz pul. Biraz da savaş tazminatı aldıq. İndi ana əyalətdə çevirdik. Şu ərazimiz görürsünüz nə boyda oldu dostlar. Bir tane Özbekistan işi kaldı. O da Hindistan oraya gidiyor. Ayda Hindistan ne alır? Bütün her yeri alır Hindistan. Güney Kore'de oydu. Bütün Babat dağılır ha. Bütün dağılır. Burada da Amerika hökümranlığı eləyir. Burada Hindistan. Burada çok hökümranlar var. Hindistan var, Rusya var. Burada Almanya, Fransa. Şimdi biz sizinle dostlar. Burada biz bölümü tutaraq. Diğer bölümde biz Türkiye'ye doğru ilerleyeceğiz. Yani heç bir problem olmasa Türkiye'ye doğru ilerleyip buradan mesela Suriye, Ürdün, Filistin, Lübnan, İsrail, Mısır. Ya bu hissələri ya da ki İran'ı alıb buraları alacağıq. İran nəsə Ərəbistan yəni qitəsini alacağıq. Türkiyə ya bu tərəfə gedəcəyik, yəni Afrika tərəfə gedəcəyik ya da Avropa tərəfə çıxacağıq Türkiyə ilə. Məncə İranla bu tərəfə getmək daha məntiqli olar. Çünki hələ ki Türkiyə ilə, yəni buradan Türkiyə isə burada Yunanistan var və Avropaya girsək bütün böyük dövlətlərlə sərhəd olacaq və bu da bizə pis olacaq. Amma İran alıb burada Ərəbistanın məncə asanlıqla fəth edə biləcəyik. Bu dövlətləri alacağıq dostlar. Sağ olun dostlar. Kanala abunə olub like atmağı unutmayın.